Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün əsasən MİQ müsahibə mərhələsinə hazırlaşan namizədlər üçün dünya görüşdən hansı yeni suallar qarşınıza çıxa bilər, o haqda məlumat verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda istəyir MİQ, istəyir sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan və vəsaitimizdən yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa göndərilir. Ödəniş proqram müddəti ərzində bir dəfə ödənilir. Əlavə məlumat əldə etmək istəyirsinizsə 051 644 3154 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. İlk sualımız belədir ki, Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu nə vaxt keçirildi və əsas məqsədi nədən ibarət olmuşdur? Ümumiyyətlə, Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu, yəni forumun 13-cü sessiyası 2026-cı ilin 17 may, 22 may tarixlərində Bakı şəhərində keçirilmişdir. Forum BMT-nin məskunlaşma proqramı tərəfindən təşkil olundu və ilk dəfə bu möhtəbər tədbirə Bakı şəhəri ev sahibliyi etdi. Şəhərsalma forumu şəhərin davamlı inkişafını, müasir planlaşdırmanı, ekoloji tarazlığın qorunması, insanların həyat keyfiyyətinin yüksəldilməsi və digər məsələlər beynəlxalq platformada müzakirə olundu. Forumda kimlər iştirak edib? Dövlət qurumları, müəssisələr, alimlər, beynəlxalq təşkilatların nümayəndələri bir arada təcrübə mübadiləsi aparıblar. Əsas məqsədi nədir? Davamlı və inklüziv şəhər inkişafını təşviq etmək, müasir şəhər salma təcrübələrini paylaşmaq, ağıllı şəhər, yaşıl enerji həllərini müzakirə etmək, şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək. Bu əsas, yəni məqsəd bu olub ki, davamlı inkişafı təşviq etmək. Və dediyim kimi 2026-cı il 17-22 may tarixlərində Bakı şəhərində keçirilmişdir. Keçək növbəti suala. Sualımız belədir ki, Şuşa Qlobal Medial Forumu nə vaxt keçirilib? Keçirilməsində əsas məqsəd nə idi? Və bu forumda Azərbaycan beynəlxalq informasiya siyasəti baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu sual, yəni bu ilki MİQ müsahibə suallarının içərisində verilə biləcək sual tiplərindən biridir. 4-cü Şuşa Qlobal Media Forumu 2026-cı ilin 13-14 iyul tarixlərində keçirilib və Prezident İlham Əliyev açılış günü media nümayəndələrinin suallarını cavablandırıb. Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrində media nümayəndələri, ekspertlər, jurnalistlər bir araya gətirmək, yəni məqsəd onları bir araya gətirmək, qlobal media çağırışlarını müzakirə etmək və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir. Forumda Azərbaycan beynəlxalq informasiya mühitində mövqeyini gücləndirmək, media sahəsində əməkdaşlığı genişləndirmək və açıq dialoqa təşviq etməkdir. Prezident İlham Əliyev forum çərçivəsində media nümayəndələrinin suallarının cavablandırması ölkənin mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaq və çatdırmaqla əhəmiyyətli hesab edir. Ümumi olaraq bu bir neçə Şuşa Qlobal Media Forumu təşkil olunub. Sonuncusu isə 2026-cı ilin 13-14 iyul tarixlərində keçirilmişdir. Növbəti bir sual, MİQ müsahibə sualı. Ölkəmizdə hazırda sağ olan Azərbaycan milli qəhrəmanı fəxri adına kimlər, layiq görülmüş şəxslər kimlərdir? Yəni son məlumatlara əsasən
Sağ qalan milli qəhrəmanlarımız kimlərdir? 15 yaşayan hal-hazırda milli qəhrəmanımız var. Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Rövşən Əkbərov, Vahid Quliyev, Mirzə Quliyev, Şahin Tağıyev, Fəxrəddin Cəbrailov, Ehtiram Əliyev, Fariz Qəhrəmanov, Mədəd Quliyev, Zabit Quliyev, Fariz Mədətov, Mövsüm Məmmədov, Sahil Məmmədov, İbad Hüseynov. Yəni bunlar da əslində bizim bilməyimiz yaxşıdır ki, 15-nin də adını bilmək vacibdir. Yəni ən azından müsahibə vaxtı sizdən tələb olunan bir neçəsinin adını yəni yadınızda saxlaya bilərsiniz müsahibə mərhələsi üçün. Sonra əlavə olaraq ənənəvi olaraq hər il soruşulan suallar içərisindən də biri ölkəmizdə ən son kimlərə Azərbaycan milli qəhrəmanı adı verilmişdir? Bu sonuncu milli qəhrəman Cənab İlham Əliyevin 7 noyabr 2025-ci il tarixində iki şəhidə Azərbaycan milli qəhrəman adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Bunlar Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətləri və döyüş tapşırıqları yerinə yetirdiyi igidliyə görə Baş Leytenant Vaqif Bəxtiyaroğlu Qurbanova ölümündən sonra fəxri fərman verilib, yəni milli qəhrəman adı verilib. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarını yerinə yetirərkən fərqlənmiş silahlı qüvvələrin gizri Pəncəli Nurməhəmməd oğlu Teymurovdur. Bu da ölümündən sonra. Onu da xatırladım ki, Vaqif Qurbanov 1992-ci il iyununda, Pəncəli Teymurov isə 2016-cı il aprelində şəhid olmuşdur. Son iki milli qəhrəmanımıza, yəni ən son milli qəhrəman adı verilən şəxslər qeyd elədiyim şəxslərdir. Düzdür, bundan əvvəl də Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova, yəni Natiq Səlimoğlu Qasımova da ölümündən sonra verilmişdi. Bir də eyni zaman ondan əvvəl də Azalın başı Qrozny reysinin qəhrəman ekipaj üzvlərinə də milli qəhrəman adı verilibdir. Burada əsas müsahibədə soruşula bilən ən son kimlərə? Ən son deməli 7 noyabr 2025-ci il tarixində Azərbaycan milli qəhrəmanı adına layiq görülmüş Vaqif Qurbanov və Pəncəli Teymurovdur. Keçək növbəti sualımıza. Yenə dediyim kimi ənənəvi suallardan biri də sizdən soruşula bilər. 2022, 23, 24, 25 və 26-cı illər nə ili elan olunub? 2022-ci il Şuşa ili elan olunub. 2023-cü il Heydər Əliyev ili elan olunub. 2024-cü ildə Yaşıl Dünya naminə həmrəylik ili. 2025-ci ildə Konstitusiya və Suverenlik ili. 2026-cı il isə Şəhər salma və memarlıq ili elan olunub. Kanalımızda kifayət qədər müsahibə ilə bağlı dəstək videolarımız var, davamlı olacaq. İxtisas seçimindən sonra da, vakant yerlərin seçimindən sonra da davam edəcək. Kanalımıza abunə olun, hər video izahlardan xəbərdar olun. Sağ olun, salamat qalın.